Hər vaxtınız xeyir olsun. Qonaq gəl bizə qonaqlı, qaralıdır. Həm sevincliyəm qar yağır, həm də sevincliyəm ona görə ki, o dəyərli sənətkarımız qonaq gəlib öz tələbəsi ilə bərabər və canlı müşayiətlə bərabər. Deyim kimdir qonağımız? Gəlmədi, gələndə də Bakıda qar çox. Aləm dəydi bir-birinə. Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova qonağımızdır. Xoş gəlmisiniz Gülyaz xanım. Xoş gördük, xoş gününüz olsun. Sizin şərəfinizə yağıb. Həsrət idik qara. Görürsünüz nə gözəl ayağınız var. Qar gəldi axır ki. Necəsiz Asiyə xanım? Mən yaxşıyam, siz necəsiz Gülyaz xanım? Biz də yaxşıyıq, şükür Allaha. Gəlməyin həsrətindəydim. Vallahi. Bilirəm. Çox gəlmək istədiyinizi bilirəm. Çünki hər dəfə deyirsiniz ki, radionun yeri başqadır. Radionun bizim sənətimizdə, musiqimizdəki yeri çox başqadır. Şəxsən mənim həyatım ilk dəfə radiodan başlayıbdı. Doğrudan. Çünki biz uşaq olanda da ilk dəfə radio ilə böyümüşük. Niyə? Əlbəttə bilirsiniz ki, ana televiziyamızdan öncə radiomuz, sonra ana televiziyamız və sonra televiziyalarımız. Aha. Yəni kənddə olanda anam ilk dəfə bizə radiyonu Azərbaycan himni öyrədib. Və bütün nəğmələri, bütün çıxışları radiolardan öyrənərdik. Televiziyalar təbii ki, o da bir başqa bir görüntü, başqa bir bəli. Və onu da deyim ki, radio bizim həyatımızda heç vaxt unudulmayan bir tarixi, bir efir deyim, yaddaşlarımızı təzələyən, yada salan, unudulmağa qoymayan gözəl bir vasitədir. Bax, o köhnə radio dadındadır Yurd FM-də. Yurd FM elə o vaxtın radiosunun adı da gözəl seçmişsiniz, maşallah. Rəhbərliyimiz təşəkkür edir. Sevilirsiniz, sevimlimizsiz, ürəyimizsiz. İnsanlar yol gedəndə ilə ancaq radioya qulaq asırlar da. Televiziyaya baxa-baxa maşın idarə eləsələr, siz demiş bayaq gözəl bir söz işlətdiniz ki, qəbirdə ispat eləyərəm ki, kimi vurmuşam, kimi. Yol mənim idi deyil. Mən haqlıyam, haqsızam, bəli. Nə fərqi var? Gözəl dediniz onu. Orada doğrudan onların sürücülükdə o qədər ciddi öyrədirdilər ki, mən orada öyrənmişəm. İnsan yarıda istəyir ki, atsın ki, mən sürmək istəmirəm. O qədər təhlükəni öyrədirlər ki, nə fərqi var deyirsən, sağ mənimdir, sol ada öləndən sonra. Amma bəli, ehtiyatlı olmaq lazımdır. Və tələbəniz bir dəfə də qonağımız olmuşdur. Rasim Səfər də qonağımızdır. Xoş gəlmisiniz Rasim. Xoş gördük. Hər vaxtınız xeyir olsun Asiyə xanım. Bir daha Yurd FM-də olmaq çox xoşdur. Hələ ki dəyərli ustadımla, Gülyaz xanımla burada olmaq çox böyük şərəfdir. Çox sağ olun. İnşallah ümid edirəm ki, bizə ayrılan vaxt ərzində gözəl musiqilərlə müəllim tələbə insanların zövqünü oxşaya biləcək. İnşallah, gözəl olacaq. Müşayiət edəcək Azər Qurbanov. Çox sağ olun bu qarlı, çovğunlu gündə o sintezator gedir, klaviş gedir. Elektropiyano. Onların fərqi var da, mən tanımıram deyə, hamısı bir-birinə oxşuyur da. Əslində sintezator, belə deyək də, Rusdan gəlmə sözü. Bəli, çox gözəl qeyd elədir əslində. Bizim dildə, belə deyək də, elektropiyano, bizim dildə dörəsi beynəlxalq dildə, elektropiyanoda Azər Qurbanov və ud alətində İdris Hüseynov. Xoş gəlmisiniz, sizə təşəkkür edirik. Bugün inanıram ki, gözəl musiqilər, canlı ifalar gözəl olacaq. Gülyaz xanım gələndə deyib ki, Rasim nə oxusan ondan oxuyarıq. Rasim mənə hətta deyəndə ki, mama deyir də mənə. Mama, mən ifaçılarımızı artıq dəvət eləmişəm. Gəliblər, mən biləndə ki, sənətkarımız İdris Hüseynovdur və Azərbəydir. İnan, çox rahat oldum, çox sevindim. Çünki İdrislə dünyanı gəzmişik, dünya qastrollarında, hətta mahnı teatrında bircə çalışırıq. Rasimlə elə mahnı teatrında çalışmış kimi. Niyə? Çünki hər konsertdə, hər zaman tədbir olanda maşallah bizim direktorumuz, mahnı teatrının direktoru Lübya xanım Bəbirli dəvət eləyir, gənclərə dəstək olur, onlara yol açır, iz açır ki, onlar da bizlə həm səhnəni bölüşsünlər. Həm də Rasimlə bizim bağlılığımız biraz geriyə dayanır. Təbii ki, oğlumla tələbə yoldaşı olublar. Ramazanla, bəli, gözəl illəri olubdu, bəli. Həm də sonra Səs Azərbaycanda mən bilmədən döndüm və qarşımda Rasimi görəndə Doğma Nəğmələrdə İctimai Televiziyan layihəsində xəbəriniz yox idi. Səsə vuruldum ki, bu səs mənə düzdür, səslər hamısı tanış gələ bilər, amma gözəl ifasına döndüm. Gerçəkdən orada elə bir həqiqət var ki, özündən soruşa bilərsiniz. Heç kimə görünmür. Heç kimi tanımır. Aylarla məşq eləyiblər. Biz bilməmişik ki, biz kimin
üçün dönəcəyik, kimin Hətta səsini mən bir şey dinləyəcəyik. vurğulayım ki, Gülyaz müəllimənin həmən dövrlərdə biz çox xeyli illər öncə bitirmişdik də universiteti. Bəli. Biz Ramazanla tələbə yoldaşı olanda mən Gülyaz müəllimənin dərsində çox olmuşam. Bəli. Yəni öyrədib, dərs keçib. Yəni bu sadəcə illər keçib, mən əsgərliyə getmişəm, gəlmişəm və birdən-birə yarışmada qarşısına çıxmışam. Və orada Görürsüz Gülyaz amma- müəllimənin həmən dövrlərdə tələbəsi var idi ki, ifası xoşuna gəlmədi. Dönəndən sonra görür ki, öz tələbəsidir. Amma ifası qane eləmirdi deyənə dönmədi. Çox xoç baş verir Yəni orada. şəffaflıq- Özüm gördüm nə qədər tələbələrimə Bəli, dönə bilmirdim. Niyə zəif oxuyurdular? Bəli. Yaxşını seçirsən də, orada dönürsən. Yaxşı bilsinəcə Yəni tam səslər gözəl şəffaf idi. getdi həqiqətən də. Biz özümüz məəttəl qaldıq. Qız özü də elə arxayın gəlmiş ki, mən Gülyaz müəllimənin tələbəsiyəm, mənim səsimi tanıyacaq falan filan, amma Gülyaz xanım dönmədi. Yəni belə şeylər də var. Mən orada şəxsi qərəzliyim də yoxdur. Qətiyyən hamısı bizim övladlarımızdır. İstəyirəm hamısı qabağa getsin. Ola bilər mahnı seçimi zəif ola bilər. Ola bilər ifası göstərə bilmir həmən mahnı dözünü. Mahnı yox, yəni nəğmə. Çünki bu yaxında biz araşdırma gedirdi. Bizim Mehman Mikayılovun musiqi muğam ocağı var. Orada söhbət əsnasında dedi Gülyaz, mən sənə bir şeylər sübut eləməyə çalışıram ki, mahnı olmayıb. Pesniya sözündən mahnı dönüb Rusiya Sovet dönəmindən. İndi dedi bizdə nəğmələr olubdu. Mahnı sözü olmayıb. Və ona görə də bütün mahnılara nəğmə, xalq mahnılarımızda şərqilərdir. Türkiyədə şarkı deyirləri, şərqilər. Şərqi və nəğmə. Şərqi və nəğmə belə olmalıdır. Yəni bunu mən artıq son vaxtlardan ancaq nəğmələr deyirəm və şərqilər deyirəm. İndi mən də aşılayıram tələbələrimə ki, bu belə olmalıymış. Çünki kitablar var, faktlar var. İndi Rasimin onu demək istədim ki, gözəl səsinə vuruldum, döndüm. Başına mən dolanım. Tüklərim birər-birər qalxdı. Elə gözəldir oxuyur səsi. Yəni həmən o dönmək var ki, onda onun bir şansı bir daha açılır. Niyə? Çünki tamaşaçılar o anda gözləyirlər axı. Hətta yerlərimiz dolub dönməyəndə evdə Gülyanağı yoldaşım məni danlayırdı. Ki, baldız, küstüm səndən, ne çoxuna dönmədin. Yəni, bunlar baş verib. Rasimi bir daha orada gördüm, uğuruna qələbəsinə sevindim. Qaziyə qardaşımız da illərin dostudur, illərin sənətkarıdır. Yəni, əvvəl bilirsiniz ki, oraya əsl piano ilə yetişirlər. Amma indi bura piano ilə gətirə bilməzdik. Ona görə də bu vəziyyətdə gəlir ki, əlbəttə ki, əsas gözəl müşayiətdir. Qavalınız da öz əlinizdə. Qavalımı da gətirmişəm O ki. da öz yerində. Möhtəşəm müşayiətlər və ifalar olacaq. Rasim, deməli, nə əcəbsə, nə yaxşı ki, yarışmaya gedəndə Ramazan vasitəsilə eşitdirməyib ki, Qətiyyən. mamana denən oradayam. Qətiyyən. Yox, bir məsələ də var idi ki, ictimai televiziyanın qoyduğu bir belə deyək, bilinməməli konsept var idi idi. ki, biz ümumiyyətlə bilmirdik münsiflər kim olacaq. Bilinsə çıxarılırdılar. Münsifləri də bilmirdi. Xeyr, Yox, xəbərimiz yox idi. bilmirlər. Biz yalnız həmən efir günü bilirdik. Orada efir günündə, yəni çəkiliş günü də, orada da yəni nə bilim, mən şəxsən ağlıma gəlməyib ki, Ramazan zəng edim ki, götür mamaya mesaj yazsın. Neçənci olmuşdunuz? Mən elə bil ki, bizdə final, super final bölümü olduğuna görə belə deyə də ümumi yarışmanın 3-cü hissəsinə gəldim, düşdüm. 3-cü olaraq tərk elədim Üçüncü də. olaraq Hər tərk komandanın 3-cüsü deyilən bir şey. 23 idi. 22 idi, 23 idi. Qarışdırdım onu. Yadına qalmır. 22 deyildi dəqiq bilirəm, 23. 23 olar yəqin ki. Yox, 23-cü. Hə, üç Oğlum ildir. deyir ki, Ramazan. Deyir, mama, mən ora yazılmış olsaydım, mən özüm deməzdim ki, mən ora gəlirəm. Görün mənə dönürsənmi? Ümumiyyətlə, Bu gənclərdə- Ramazanın çox başqa bir xarakteri var. Yox, hamısı elədir bu gənclər. Aysel xanım, gənclərdə bir xarakter var. Hamısında Düzü deyil. nədilər? Yox, Hamısında düz, deyil. düppədüz. Hamısında deyil. O qədər var ki, Sapama, sapam. Yox, yəni, amma doğrudan Ramazanın bir başqa cür xarakteri. Doğrudan nə əcəb heç oğlunuz Ramazan bir müsabiqələrdə qatılmır, iştirak etmir. Demişəm, deyirəm, get qatıl da. Deyir, nə bilim, sən idin deyə gəlmədim ki. Yenə də gitara və estrada janrına yaxındır da, müşahidə bəli, edir, çıxış O edir. tarı bitirib də, tar sinifini bitirib həm də. Həm estrada, həm tar. Bir gün qonaq dəvət etsə gəlməz sizlə? Məmnun olar, sevinər. Doğrudan. Çox sevinər. Çox qəribə bir xarakteri var Rasim. Deməli, Bilirəm, mənim yaxın dostum. bir dəfə biz onu Xəzər televiziyasında verilişə çağırmaq istirdik. Dedi ki, zəng edərkən prodüserimiz mənim yanımdaydı. Gülyanaq xanım qonağımız olacağı idi. Bilmirəm, siz də var idiniz, yoxsa yox, dəqiq bilmirəm. Dedi ki, salam Ramazan bəy, sabahları bəs Gülyanaq xanım, Gülyaz xanım qonağımız olacaq.
Siz də onların Güləz xanımın oğlu kimi, Gülyana xanımın bacısı oğlu kimi sizi dəvət etmək istəyirik. Bu söz onu tutdu. Dedi, siz nə vaxt məni Ramazan olaraq dəvət etmək istəyirsiniz, onda zəng edərsiniz. Sənə deyirlər ki, Mən artıq kiminsə oğlu olaraq yəni cümlə, yox, yəni bugün o qədər məşhurların övladları var ki, bu əslində mənfi, müsbət tərəfi də var bunun, mənfi tərəfi də. Müsbət tərəfi odur ki, niyə də bu cür atanın, bu cür ananın adı ilə getməyəsən ki? Yəni yaxşı. Çox çıxıb. Yəni onu başa düşdüm, o xarakteri var dedi, nə vaxt məni özüm artıq o yaşı keçmişəm dedi. Məni özüm olaraq bəyənib çağırır. Bəlli bir işi də var axı ortalıqda Asiya xanım. Gəl bunu da yəni xarakteri deyirəm. Yəni adam bugünkü gündə sırf professional sənətlə məşğuldur və onun belə gördüyü işləri öz janrında, öz tərzində elə bir gənc yoxdur ki, yəni bugünkü gündə o yolu davam etdirsin. Baxmayaraq ki, hələ yeri gəndə tələbatdan da salırlar o yolu, amma o mücadilə aparır ki, mən bu tərzi göstərməliyəm və tanıtmalıyam, bu yolda mübarizə aparmalıyam. Əslində onun haqqı var və düz də deyir. Yəni bugün o qədər 30 aşan yaşları olan insanlar var ki, valideynlərinin adıyla da davam edirlər. İndi yaxşı tərəfi var, indi özü bilər, valideynin çörəyini yeyir. Çox gözəl deyirəm ki, ana adından nə qədər istifadə etmək olar? Ana adıyla nə qədər olmur? Vallahi düz deyir Rasim. Deyirəm Rasimə ki, təsəvvür ki, ananla çıxdın, birdən deyirsən ki, ay mama, bir çəkil qırağa bir, mən də bir tək çıxım da oxuyum. O həqiqətən haqlıdırlar. Valla biz neçə ildir Güləz xanımda mən tələbəsiyəm də. Valla üst-üstə toplasaq ikinci efirdir bəlkə də biz bir yerə düşürük. Yəni yeri gələndə Güləz müəllimə düzdür, həmişə dəstək olur. Dəfələrlə olub ki, Güləz müəllimə misal üçün necə deyim, təklif edib demişəm ki, amma çıxarıq birdən kimsə deyər ki, belə nəsə, qoy inşallah nə vaxtsa imkan olar, mənim özümü çağırarlar, mən çıxaram efirə. Yəni siz bu bir xarakter məsələsidir təbii ki. Hətta birinci biz Rasimin özünü qonaq çağırmışdıq. Bəli. Daha sonra dedi Güləz xan bir tələbəsi ilə dəvət edir. Bu başqa bir şeydir, bəli. Bilirsiniz, efirə çıxanda onsuz da bir adam çıxmır ki, bir neçə adamla çıxırsınız da efirə. İstər televiziyalarımızda, istər radiolarımızda. Mütləq sənin yanında başqa bir qonaq olur. Elə həmişə düşünürəm ki, başqa qonaq olunca elə özümkilər olsun da, tələbəm olsun, oğlum olsun. Bu bambaşqa bir şeydir. Oğlum da razılaşır. Neçə kərəmdə çıxır yenə də bizlə. Amma bir də var, doğrudan da bizdən əlavə Rasimi də dəvət gözləyir. Oğlum Ramazan da dəvət gözləyir ki, mən çıxıram da, müəllimimlə, anamla çıxıram. Amma nə olar, bir dəfə də bizi olaraq çağırın. Bu gözəl bir şeydir də. Qoy öz dəstxətlərini rahat təqdim eləsinlər. Qonaq gəl bizə davam edir. Qonağımız Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova. Onun tələbəsi, bugün tələbə deyə deyirəm, amma keçən dəfə qonağımız idi. Rasim Səfər, müşayiət edir Azər Qurbanov və udda İdris Hüseynov. Canlı ifa gəlir bu qarlı havada. Gözəl, isti musiqilər dinləyicilərimiz üçün. Həsrətindən yandım oda, sözlərinə canım fəda. Həsrətindən yandım oda, sözlərinə canım fəda. Sevirsən məndən canan, məndən canan. Dağlar gülüzarım mənim.
Mən niyə baxıram yollara yenə? Mən niyə baxıram yollara yenə? Sən ki bu yollardan dönən deyilsən. Bir zaman qoymazdı ürəyim yana. Bir zaman qoymazdı ürəyim yana. İndi bir dərdimi bilən deyilsən. Qəmimdən xəbərsiz, məndən xəbərsiz. Qəmimdən xəbərsiz, məndən xəbərsiz. Daha bu yerlərdə salmadın bir iz. Ürəyimdə yaman darıxır sənsiz. Sən ki bir danışıb gülən deyilsən. Bir gündə min dəfə şükür deyirəm. İlahi, min şükür yaratdığına. Göylərin payıdır, enib torpağa. İlahi, min şükür yaratdığına. Pətəyi çəməndən, çiçəyi baldan. Sevgisi beşikdən, eşqi bələkdən. Payı gözəllikdən, nuri mələkdən. İlahi, min şükür yaratdığına. Baxışı ulduzdan, işığı aydan. Axarı çeşmədən, ləngəri çaydan. Günəşi bahardan, alovu yaydan. İlahi, min şükür yaratdığına. Deyir, arayan narahat, aranan gözəl. Darayan bəxtəvər, daranan gözəl. Yaradan müqəddəs, yaradan müqəddəs, yaranan gözəl. İlahi, min şükür yaratdığına. Gözüm gözəlliyin həsrəti, acı. Gözəllər başımın cığası, tacı. Sən Allah, o bəndə, mən tamaşaçı. Sən Allah, biz bəndə, o tamaşaçı. İlahi, min şükür yaratdığına. İlahi, min şükür yaratdığına. Ən ülvi təmiz duyğudur insanda məhəbbət. Ən ülvi təmiz duyğudur insanda məhəbbət. Ömrün yoluna nur səpir hər anda məhəbbət. Min yol de ki sev sevgidir insan ucaldan. Yox faydası, yoxsa əgər canda məhəbbət. Ay can dünyada məhəbbətlə dönür fırlanır ancaq. Dünyada məhəbbətlə dönür fırlanır ancaq.
Məhvərdə məhəbbətdir gülüm, dövlətdə məhəbbət. Həm cövrüdür, həm zövqüdür, ömrün o həyatın. İnsanı ucaldan da, qocaldan da məhəbbət. Mən bəxtiyar oldum, mən bəxtiyar oldum o zamandan ki sevildim. Min cür yaşadır əzmlə canda can məhəbbət. Ay can ey. Səni görüb dayanmışam litqilan, süzgün baxma gözlərini yavaşam. Gözlərinin qarşısında ay maral, gözlərinin qarşısında ay maral. Ey təkcə mən yox hər kim olsa baş əyər. Elə baxma gözlərinə, gözləyər. Təkcə mən yox hər kim olsa baş əyər. Elə baxma gözlərinə, gözləyər. Elə baxma, elə baxma gözlərimə, gözləyər. Elə baxma, elə baxma gözlərinə, gözləyər. Dikilibdi təkcə sənə gözlərim, sanki baxır aya günə gözlərim. Vurulubdu gözlərinə gözlərim, vurulubdu gözlərinə gözlərim. Ay məhəbbətin ilk sözünü gözləyər. Elə baxma gözlərinə, gözləyər. məhəbbətin ilk sözünü gözləyər. Elə baxma gözlərinə, gözləyər. Elə baxma, elə baxma gözlərinə, gözləyər. elə baxma, Elə baxma gözlərinə, gözləyər. Möhtəşəm, möhtəşəm, möhtəşəm. Başqa cürə də ola bilməzdi onsuz da. Təşəkkür ederim. Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova ifa edirdi və Rasim Səfərlə bərabər həm də tələbəsidir. Müşayiət edirdi Azər Qurbanov və Udda İdris Hüseynov. Çox sağ olun, çox möhtəşəm bir ifa olundu. Sizdən şeiri ilk dəfə eşitdim Gülyaz xanım, yoxsa indiyə qədər demişsiniz? Demişəm, mən həmişə şeir Doğrudan, deyirəm. ola bilər mən ilk dəfə eşitdim. O qədər ürəkdən dediniz, o qədər gözəl dediniz Zəlimxan ki. Yağubun şeiridir. Çox sevirəm şeiri, çox. Çox gözəl şeir idi. Rasimlə də sizin bərabər duetiniz möhtəşəm Biz alınır. duet oxumuşuq. Nəcə, hazır yazdırmamısınız məncə? Yəni belə yox, hazır yoxdur, Yox. amma belə tədbirlərdə falan Canlı, Tədbiri hamı eşitmir ki, Gərək. nəcə bir işi ortaya gətirmirsiniz. Düşünürük. Çox gözəl alınır. İnşallah. Siz Ayşə Möhtəşəm xanım, alınır. mahnı, nə mahnı yox, mahnı deməyəcəm. Nəğmə çoxdur, çoxdur. Aha. Amma seçim lazımdır. Bilirsiniz, təkrarçılığı sevməyən insanam mən. İstəyirəm ki, orijinal bir seçim olsun, gözəl. Məsəl üçün elə bu elə baxma gözlərinə gözləyər oxumaq istəməzsiniz. Qəşəng, Çox gözəl. qəşəng alınır. Olar ki rast, sizdə. belə bu mahnı da olar, qəşəng olar.
İnşallah. İnşallah. Rasim düşündü. Rasim dünyaman düşüncəli. Yox, düşünmək deməzdim. Sadəcə olaraq bir sizəcədir. Mən də biraz titizəm işimdə. Başa Biraz düşmədim. Fərqli yanaşmağa Necə xoşlayıram. yəni? Elə baxmanı bir çox insanlar oxuyur. Biz Hə, elə şey oxumalıyıq ki, anladım, mahnı onu bizdən olaraq. sonra oxuyan olmaz. Düz deyir. Hə, elə bir möhür Amma vurmaq. mən sizə deyim ki, Yəni söhbət Gülyaz Məmmədovadan gedir də. Bu kim olsa, hər adamla oxumaq olar. Gülyaz Məmmədova ilə hər şey oxumaq bilirsiniz o olar. nə demək istədiyim? Məndə repertuar çox daxım. Bəli. Allahım, 4 əsrlik mahnı var məndə. Hə, özü bu mahnı Gülyaz xanımın repertuarında var. Hə. olub. Ona görə deyir. Hə, demək istəyir ki, bərabər elə bir iş görək Mənim ki. məndə təkrar olacaq Rasimdə yeni, amma Yox, məndə yenə də də təkrar olacaq. O təkrar Hə, olacaq. var, ha. məndə də var. Çünki- Elə Yurd FM-də gedir bu mahnı. Hə, oxumusan düzdür. Oxumusan, bəli. Əslində bu mahnı gedir. Vallahi Onda düzdür. yaxşı, yeni bir ifa mütləq ki, İnşallah böyük məmnuniyyətlə. Çox Gözünüz gözəl üstə. almışsınız da, əminəm ki, Mən dinləyicilərimiz çox böyük şərəf. Sevə-sevə Mən dinləyəcəklər. Şadam, fəxr edirəm tələbələrimlə, qürur duyuram hamısı ilə. Allah Hamısının uğuru mənim uğurumdur. Onların Hamısının? hər bir gözəl gününə sevinirəm mən. Hamısına şamil edirsiniz. Hamısına şamil Uğurluya edirəm. da, Mənim- uğursuza da. Yoxsa var uğursuz aralarında? Bilirsiniz, uğursuz deyilən bir şey yoxdur. Bəxti gətirməyən var. Bəxti gətirməyən. Şansı gətirməyən var. Mən belə deyərdim. Çünki indi elə səs olmayanlar tanınırlar ki, açığı etiraf eləyirəm də. Ona görə də o uğursuza aidiyyət olmur. O Sizcə bəxtidir o mən onun bəxti- şansı. O bugün o tanınanlar şansı gətirdiyi üçün hamıya yoxdan da o Şansı. dediyinizlərə. Mən şansa inanıram. Çox inanıram. Gülyaz Məmmədovanın şansı bu həyatda harda gətirib? Elə uşaqlıqdan doğulduğum ailədən. Mən xoşbəxt insanam ki, Zakir kişinin qızı olmuşam. Ay nə gözəl. Şəhriban sözdür. ananın qızı olmuşam. Ay Şərəbanı sevirəm mən. Yəni mən sevinirəm ki, bu deyirləri bir uşaqlı olanda ailədə bir dəfə belə bir sual oldu. Zaur qoymuşdu bu sualı. Kimi deyir, o nə daha çox uşaqlı, nə daha heyf deyil təkəm, hərə bir söz. Kim necə həyat görüb elə danışıraq Aha. Rasim doğrudan. Amma mən xoşbəxtəm. Xoşbəxtəm ki, mənim bu tələbələrim var ha, bunların canı yanmasın hamısının. Bunlar bir istedadlılar. Onlar elə mənim balalarımdır. Onlar mənim xoşbəxtliyimdir. Onlar mənim həyatımda güllərim, gönçələrim, ballarım, qaymaqlarımdır ki, mənim həm öz adlarını qaldırırlar, həm mənim adım qaldırırlar. Mənim də gözəl bəhrə yetişdirəndə mənə xoşdaxı bu. Sonra ailə, doğulduğum ailədə niyə dedim? Həqiqətən də insanın qardaşlarım, birinci şansı ailəsidir. ailəmdir. Çox mənə, hamımıza bir-birimizə dayaq olmuşuq. Bizdə mənim sənin olmayıb. İndi də elədir. Bir tikə çörəyə biz 10-15 yerə bölən insanlarıq. Ona görə mən xoşbəxtəm. Bəs sənətdə şansınız harda gətirdi? Sənətə gələndə şansım odur ki, gözəl sənətkarlar gördüm, dahilər gördüm. Çoxu da indi dahiləşmiş şəxsiyyətlərə dönüşüblər. Artıq dünyanı dəyişiblər, dünyalarını. Ustadlarım böyük ustad olublar. Sonra ətrafımda olan sənət yoldaşlarım gözəl olub. Belə biri hal-hazırda İdris kimi insanlar, Azər müəllim kimi insanlar, gözəl kollektivdəyəm. Gözəl sənətkarlar, gözəl insanlardır. Bunu belə ürəkdən deyirəm. Həmişə belə pozitiv baxırsınız həyata. Mən həyata pozitiv baxıram. İdris şahiddir. İdrislə biz Bağdad səfərində olmuşuq. İdris danış ha, sən də danış. Qabağa gəl biraz rahat danış. Bizim Bağdad səfərimiz oldu. İnsanla yol açıq. Evimin içidir. Gözəl ailə dostuyuq. Ürəkdir, ürək İdris. Həm Pozitiv olmayan sənətkardır. adam da pozitiv eləyir. İnsan öz enerjisindən həyatına çəkir də hər kəsi. Mənim kədərim, qəmim, Allah işimə kədər qəm verməsin. O mənim içimdə, o mənim yaşadığım hissləri mən niyə kənara yansıtmalıyam ki? Niyə? Deyir, necə başlasan həyatı elə də gedir. Həmişə mən əksinə mən xoş əhval-ruhiyyə bəxş eləməyi sevirəm. Biz getdik, gözəl də konsert verdik. Deməli biz orada çox şeyin şahidi olduq. Bizdə bombaşqa bir aləmdir də. Bizdə səhnəyə çıxarsan, çıxdın, pərdə açıldı, rəhbər işarə verər, şap konsert başlayar. Orada elə deyil. Orada əyləşmişik zaldan biz səhnəyə baxırıq. Neçə dövlət idi də. Hər dövlətə 1 saat verilmişdi. Yəni bizim necə deyim sizə, hamısı İslama aid, yəni dövlətlərin, İslam dövlətlərində konsert idi belə. 1 saat türkmənlər, 1 saat Bağdadların özləri, 1 saat biz, 1 saat Təbrizdən, Tehrandan gəlmişlər belə. Amma yəni deyim ki, orada böyük bir festival çərçivəsində idi. Dayanırlar səhnədə, 1 saat biz gözləyirik, rahat dəmləyirlər, köhləyirlər alətlərini. Bizdə belə şey yoxdur, bizdə hər şeyə hazır çıxılır. Bunu da gördük, şahid olduq. Sonra insanların sakit, səbirli olmağını gördük belə. Dinləyirlər belə, sakit baxırlar, bu belə də olmalıymış kimi. Onların kökləməyini yoxsa sizə? Yox, hər bir şeyə sakit, səbirlə.
Bütün proses. Bütün prosesə, Səbrlə bütün. bax. Gördün də İdris. Sonra biz çıxdıq, İdris maşallah elə bir kampaniya, elə bir dəstək qurmuşdu ki, elə bir ansambl yaratmışdı ki, orada biz daha necə çıxış elədik, maşallah, maşallah, gözəl də qarşılandıq. Sağ olsunlar ki, zalda oturan insanlar çəkib bizə göndərmişdilər, bizə də xoş oldu, paylaşımlar elədik. Amma deyim ki, milli geyimlərimiz onlara çox diqqətini çəkdi bizim. Yəni mən belə onu gətirirdim ki, mən dost canlı insanam. Yol yoldaşı olanda da mən bilirəm ki, kimlə yola çıxıram və necə insanlarla. Onlar da mənim ürəyimdir də hamısı. Nə gözəl, həyata bu qədər pozitiv baxmaq, bu qədər gözəl ifadələrlə həyatı vurğulamaq, bildirmək əslində necə deyim, sizin də ona görə ətrafınız yaxşı insanlarla doldu ki, içiniz yaxşı duyğularla doldu, ona görə. İnsanda nə varsa ətrafında doğdu. İnsan özü nədirsə ətrafı doğdu. Aysel xanım, mən tələbələrimdə də səhvlər tutanda danışır da, özünü haqlı çıxartır, adi bir misal çəkirəm. Dayanıram, belə qulaq asıram, deyirəm, sən dedin ki, indi mən haqlıyam da, bir insan mənə bunu elədi. Heç oturub düşündürmü ki, mən harada yanlış olurdum, harada səhv buraxdım ki, bu hadisə yarandı. Üzümə təəccüblə baxır ki, yəni sən məni qınıyırsan da, onun yan tərəfi yox. Deyirəm, yox. Özündə səhv görməyə çox çəkməz. Sən deyirəm, bəzən olur ki, hazırlayıram tələbələrimdə, o qarşı tərəfə cavab vermək var. Ya əsəbi cavab verəcəksən, ya səbirlə. Mən ya da ki, gözəl, o gözəlliyi üstün verirəm mən. Bir anda özündən çıxarsan, deyir, ağızdan çıxan söz sənin deyil. Ona görə danışığına nəzarət eləməlisən. Deyir, danışanda barışmağa elə üst saxla ki, sabah barışa biləsən. Bunlar hamısı, mən aşılayıram bunların hamısını. Heç əsəbləşmirsiniz. Niyə əsəbləşmirəm? Emosional insana bənzirsiniz. Mənim tərs tərəfim. Əsəbləşən. O mövzunu açma. Görmüsünüz Rasim. Rasim harda görmüsünüz? Bir danışın görək İlyas xanımın tərs tərəfi nətər olur? Biz mənə qarşı görməmişəm. Kiməsə qarşı görmüsünüz? Amma əsəbləşəndə aqressiyasını görmüşəm. Və həmişə də baxmayaraq ki, mən özümdə biraz emosional, aqressiv adamam. Yox, ağlamağı yoxdur. Doğrudan. Əksinə. Vurursundur. Yox, o da yoxdur. Amma biz necədir, necə ki, o içində misal üçün problemi biruzə vermir, həmişə deyir, görür, şən əhvalı həyada olur. Əsəbi olanda da yenə də özü, bu insan iş ancaq özü iləndir. Heç nə biruzə vermir. Amma mən onu duyuram. Yavaş-yavaş bir dənə sual verəm ki, mama, nəsə, nə olub, nəsə mənə toxunma. Səsin tonu xoşuma gəlmir. Allah, bir də görsə telefondan tuturam ki, nəsə o deyir. Əzbərə tutub, bir şey. Gözdə 10 dəqiqədən sonra yığıram. O həmin 10 dəqiqədən sonra bir saat yarım biz telefonda danışırıq. Bütün danışır, hər şey sakitləşir. Hər birimizin içində əsəbə tərəfdə bir yöntəm var, mülayimliyə də. Yəni, İstərsəmə sənin damarını kimsə bassa, özündən çıxarsan da, təbii ki. Baxın, adi bir neçə misal çəkəcəm, sadələrini. Yazır ki, salam Gülyaz xanım. Deyirəm, əleyküm salam. Deyir, mən sizdən dərs almaq istəyirəm. Deyirəm, kimdir yazam? Deyir, yadındadır. 3 il bundan qabaq filan tədbirdə sizi görmüşdüm. Demişdim sizə. Sakitcə səbrinə yazıram. Kimdir yazan? Ayrı cavab yazmıram. Bilirsiniz nə olmuşdu müəllimə? Keçən həftə zəng elədim sizə, açmadınız telefonu. Artıq qıcıq başladı Gülyazda. Niyə? Mən bir dənə sual vermişəm də kimdir yazan? Buna cavab ver. Yaz ki, Ayseləm, düzdür, Ayseləm. Bəs Asosiyanalda görmüşəm, sinifizə gəlmişəm və yaxud da toy şənliyində görmüşəm. Filan kəs mənə nömrəni veribdi. Bir izah olmalıdır da. Neysə, özümdən çıxıram, özümüz güclə saxlayıram. Axırda deyirəm, ay bala, sən doğanda ad qoymayıblar. Adını bilmirsən, adın nədir? Bir insana qarşı tərəf cavab verməlidir axı. İstərsən mən əsəbləşirəm də. Sonra bu neçə gündür bir şairə xanım mənə yazır ki, mənim bir mahnımı oxumağınızı istəyirəm. Yazmışam ki, səbirli olun, bir aydır xəstə yatıram, səsim işləmir, burnumda danışıram. Görürsünüz ki, gedib mahnını oxuyacam. Saat 3-ə qədər mənə mesaj yazıb. Heç sizdən gözləməzdim. Heç belə. Sizcə mən əsəbləşmərəm. Bir insana 11-dən sonra mesaj yazmaq böyük bir tərbiyəsizlikdir. Nə dediniz onu? Səhər özümü saxladım güclə. Gecə 3-də cılınq mesaj gəlir. Mən də telefonun səsini alan deyiləm. Heç vaxtı. Çünki mənim anam da yığa bilər, bacım da yığa bilər, qardaşım da yığa bilər. Ümumiyyətlə, mənim bir-iki tələbəm var, onlara mən acıqlanmışam. Deyirəm, mən zəngiləyəni yatmırsan. Deyirəm, müəllimə, səsini alıb yatmışdım. Deyirəm, sən düşünmədin ki, məni dövlət tərəfindən zəhkələr, tədbirə dəvət eləyərlər. Düşünmədin, mənim anam axtarar, mənim
tanınmış uşaqdır da, zəng gələ bilər hər yerdən. Sən Nurjel, sən özünə qarşı bu qədər məsuliyyətsizsən, Bəli. bu sayğısızlıqdır, olmaz. Olmaz, hər bir şeyə hörmətlə yanaşmaq lazımdır. Səhər durdunuz o şairiyə nə dediniz? Mən Özümlə, orada qalmışam. Səbirlə, səhər özümü içimə bastım, əsəbimi yığdım, yazdım. Ay filankəs xanım, ay sizə qurban olum. Saat 3-ə qədər mənə mesaj yazmısınız. Bəs bir səbirli olmaq lazımdır. Biz sizə axı mən izah vermişəm ki, mahnı aranjmana getməlidir. Bunun üçün maddi imkan lazımdır. Bəlkə mənim pulum yoxdur, hələ eləyə bilmirəm. Doğrudan dedim ha belə. Bəlkə mənim səsim işləmir, hələ oxuya bilmirəm. Bəlkə mənim problemim var, xəstələnmişəm. Amma siz səbirsiz elə yazırsınız. Olmaz bu qədər insanı narahat eləmək. Bax, belə bir şeydir. Çox deyil Başa səbəblər. düşdü, yoxsa yazdı da alınca? Hələ sizdən çıxandan sonra görəcəm nə yazıb. Yox, əlbəttə ki, əsəbləşdi. Həyatda o deyir, o əsəbləşməmək üçün Belə deyərdim ki, yaxşı mümkün deyil qurtarıb bu əsəb. adam. Yaxşı qurtarıb, bu adam yaxşı İnşallah, qurtarıb. hə. Nə Rasim nə görüb deyəm mənəm, amma demir o. Ya olsa biruzə verməyəcək. Yazmayıb, heç nə yazmayıb. Yazmayıb. Sakit durub, hə, yazmayıb. O da o gecəyə saxlayır, 11-də başlayacaq. Səhər 3-ə qədər yazacaq sizə. Yo, mən hamıya məhəbbətlə yanaşıram, sevgi ilə yanaşıram. Gözəl də xanımdır. Amma nə bilim, səbirsizdir də. Olur da belə insanlar, səbirli olmaq lazımdır. Həyatda hər şey səbirlə qarşılaya. Hələ mən sakit tərəflər dedim da, yəni bu tərəflər. Hamımızda var da bu. Araba idarə eləyirsən məsələmdə. Çünki araba idarə eləyənlər bilmirlər ki, sükan arxasında olanlar, piyadalar başa düşmür axı. İnsanlar yolda asfalt rəhdə görünürlər axşamları, bilirsiniz də. Bəli, bəli. Bax, ona Allah görə qorusun. bayaqları dedim Bəli. ki, yəni piyada keçidi var deyə özünüzü yol atmaq lazım Olmaz, deyil. olmaz. Sonra mən günün orta çağıdır da, indi yol keçirəm. Birdən maşınımı saxlamışam, piyada keçirəm. Dönür, elə bağırır, elə qışqırır. Halbuki heç onun yolunda deyiləm mən. İnsanlar səbirsizləşiblər. İnsanlar bir-birinə acı cavab verirlər. Mehribanlıq elə bil sanki səbirləri çatmır. Bunlar demək istədim. Həqiqətən də bir mehriban söz, bir gözəl söz kimin həyatında Mən o onu gün deyirəm nəyi də, dəyişər, heç kim bilmir. Həqiqətən də biraz bir-birimizə gülməyi, xoş söz deməyi əsirgəməyə, səbirli olaq. Hər zaman bunu vurğuluyuruq ki, necə ki o 44 günlük vətən müharibəsi dövründə bir-birimizə səbirli olduq, Bəli. bir-birimizə sevgi göstərdik, Bu deyil qəhrəmanımız. birlik olduq. İdris bəy. Müharibə iştirakçısınız. Bəli, Ha, bəli, İdris bəy, bəli. Nə gözəl, Bizim nə gözəl. qəhrəmanımızdır. Nə gözəl. Mən qürur duyuram. Səhnədə də təqdim eləyəndə fəxrlə, qürurla deyirəm ki, vətən qazisi İdris Hüseynli və inanın Qazisiz həm də. ansamblın da son Aa. beşiyi idi, ansamblın. Bəli, amma onu görün tamaşaçılar hamı necə həm sevgi ilə, həm insanda qəribə bir hiss yaranır o adı çəkəndə. Bəli, çünki vətən Böyük müharibəsi, bir vətən bədən üçün vuruşmaq kütür, yəni o böyük bir ürək hadisədir. tələb edir. Yəni biz bunu edə bilən millət isə bu gün də Bəli, edə bəli, bilərik. Bir-birimizə sevgi göstərək, qayğı göstərək, bir xoş təbəssüm, valla biraz sussaq keçəcək o. Günləri oduna yanan mən olmuşam. Həsrətini çox çəkmişəm. Sənsiz darıxan mən olmuşam. Yanılsa o günləri oduna yanan mən olmuşam. Həsrətini çox çəkmişəm. Sənsiz darıxan mən olmuşam. Bilməm nə oldu yenə, nə sözüm dəydi sənə, bilmirəm yenə. Bilməm nə oldu yenə, nə sözüm dəydi sənə, bilmirəm yenə. Amma mən darıxıram, darıxıram, darıxıram sənsiz yenə. Darıxıram, darıxıram, darıxıram sənsiz yenə. Yerişini, gülüşünü hey salıram, salıram yadan. Necə düzüm ay sevgilim bu hicrana, mən bu dünyana. Neyləyim, neyləyim bilmirəm. Hicrana dözmətə dözmətə. Neyləyim, neyləyim bilmirəm. Hicrana möhnətə dözmürəm. Darıxıram, darıxıram, darıxıram
sensiz yenə darıxıram, 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 sensiz yenə darıxıram, 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 sensiz yenə darıxıram, 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 sensiz yenə. Bütün dinleyicilerimizin adından alqışladıq sizi. Çox təşəkkür Təşəkkürlər. edirik. Mən də Möhtəşəm təşəkkür ifa edirəm idi. əziz dinləyicilərimizə. Bəli. Yolunuz açıq olsun. Hara gedirsinizsə uğurlu gedin, xeyirli gedin. Əziz Yurd FM sevənlər. O qədər narahat, yaxşı mənada insan üçün narahat olan insansınız. Bayaqdan yol gələn kimdir sizdən? Fikrini çəkirsiniz ki, Oğlum. oğlunuz da Ramazan. Bayaqdan fikrini çəkir. Şəkiyə gedibdi, qarda yağır. Yox, keçməyib elə Hacı Hələ Qabul. keçməyib. Hələ Mingəçevir tərəflər. Darıxmayın, keçər. Sağ Rahat salamat olun. gəlsin. Sağ salamat gəlsin. Allah qorusun bütün yolda olanları, bütün Amin. insanlarımızı. Düzdür, bu qarlı havada biz sevinirik, qar sevənlər sevinirlər, amma bu qarlı havada işləyən işçilərimiz var ki, onlar üşüyürlər. Soyuqda, Soyuqda. açıqda. Və bir şey də Allah qeyd korusun. eləmək lazımdır ki, bugünkü gündə ön xəttdə, cəbhədə Azərbaycanın suverenliyi uğrunda hal-hazırda xidmətdə olan qardaşlarımız var, hərbiçilərimiz Bəli, var. Allah qorusun Allah bütün hamısını. hamısını qorusun. Amin, Onların amin. sayəsində biz həm zəfər qazanmışıq, həm bugünkü gündə necə deyim, sakit, əmin-aman yaşayırıq. Onların məhz Bəli, bugünkü Rasim, gündə bəli. bizim keşiyimizdə dururlar. Biz o qardaşlarımızı heç vaxt unuda bilmərik. Nə şəhidlərimizi, nə qazilərimizi, nə də bugünkü gündə bizi qoruyan o Nur içində qardaşlarımızı. yatsınlar. Allah şəhidlərimiz. ölənlərə rəhmət, qalanlara can sağlığı. Amin. Allah əskərlərimizi qorusun. Bu qarlı, çovğunlu havada keşiyimizi çəkənləri, elə yol polislərimizi də buradan bir daha salmırıq. Bu Bəli, soyuq bəli, havada. onlar da soyuq havada. Elə adamın o qədər Bəli, demək ürəyi pis istədim. olur. Yanından keçəndə Allah ki, qorusun qarda, hamısını. çovğunda dururlar yolda, o flaşlarını da geyinirlər. Bəli. Necə soyuqdur, çətin şəraitdə. Bəli, Bu bəli. dövlətimizi, millətimizi qoruyan hər kəsin Allah Amin, amin Allah da canım, qorusun amin. onları. Bəli. Həmişə bu qar yağanda sevinirdi. Mənim atam montajör, yəni svarışıq deyirlər də. Montajör işləyirdi. Deyirdi ki, "Bala sevinirsiniz, qar yağır." Deyirdim, "Hə." Deyirdim, "Mən indi gedib bu qarın üstünə uzanıb montaj eləyəcəm." Deyirdim, "Hə, Allah işçiləri də qorusun, Allah hər kəsi qorusun, millətimizi qorusun." Amin, amin. Güləz xanım, Ay can. o qədər gözəl söhbət edirik. Əslində verilişimizi biraz da uzada bilirik. O heç o canlı ifaya da yer saxlayıram, amma biraz elə söhbətlərimizi yekunlaşdırmaq üzrə davam edəcəm ki, ifamıza da yer qalsın. Doymadıq, yenə doymadıq. Yenə gəlin də elə bu heyətinə olmazmı? Başda, niyə olmur İnşallah. ki? Nəsə Olar, belə ürəksiz təki deyil, dediniz, təki yox? sən istə. Təki siz Keçən istəyin. veriliş Mən mənə sevirəm Aysel dedim xanım Şəmrayı şikayət ona. edirdi. Məndən? Hə, deyirdi ki, Güləz xanımı nə qədər çağırırıq, gəlmir. Adamın yanında söz var. Niyə çatdırırsan? Yox, efirə Aysel gedib də, xanım. onsuz da fərqi nədir ki? O ki eşitməmişdi. Aysel xanım. Yaxşı mənada İstəyirik, şikayət. gəlmək istəyirik. Vallahi zaman gündə qısalıbdır. İşlərimiz günə sığmır. Düzdür. Hə. Doğrudan Sən- elədi, gün Dəhşət qısalıb. bir şeydir. Bir də baxıram ki, gün orta yeməyə çatdı. Gün saata axşam. bərabər olub da. Çox belə Özdə müəyyən yaşdan sonra sanki həyatı dərk edirsən və həyatı tutmağa çalışırsan, amma Oy, həyat demə, qaçır. demə. Kimsə Demə, yanında demə, deyəndə ki, qəmi də tez yetər. yay gəlsin, deyirəm, hara tələsirsiniz? Yaya qədər neçə ay yaşamalıyıq? Biz də Bəli, bəli. siz də hələ siz indidən yayı düşünürsünüz. Amma istənilən halda yay tez gəlir yəni. Yay gəlir. Hər anımız gözəldir. Qurban Gözəl. olum Allaha. Allahın Ölkəmiz də verdiyi hər gözəldir. fəsil, hər- Dünyanın ən gözəl ölkələrindən birisi Bəli, də Azərbaycandır. Nə xoş bizim halımıza. Güləz xanım. Can. İşdən, gücdən nə xəbər verə bilərsiniz dinləyicilərimizə? Heç bu barədə bir məlumat da deyək, bir Valla kliplər çəkdiririk. Opera teatrımızda tamaşalarımız maşallah gözəldir, tamaşaçısı da gözəldir. Sonra mahnı teatrında konsertlərimiz gedir. Bayaq dedim, biraz öncə dedim. Sonra bir konsert planlayırsınızmı Heydər Əliyev sarayında? biz noyabrın 5-də Zəfər Bayramına bağlı solo konsert verdik. Aha. İdris də bilir, teatrımızda qəşəng konsert oldu və elə bir İki Qəlbin Nəğməsi adlı bizim 2019-da konsertimiz olmuşdu. Yenə də davamlı olaraq konsert verdik, amma mahnı teatrında. Biz tamaşaçıya görə bunu eləmədik. Çünki fərq var axı, Heydər sarayında çox tamaşaçı, Bəli, burada bəli, azdır. bəli. Ona görə eləmədik. Çünki ifadır, məsuliyyətdir. Amma biz Ülviyə xanım təklif elədi ki, teatrımızın direktoru bizim teatrda da niyə olmasın ki, Aha. gəlin belə bir iş görək. Doğrudan da gözəl mahnı teatrının ansamblı Dövlət Rəşbəyevtov adına
Mahnı Teatrının Dövlət Ansamblı gözəl bir heyət. Mir Xalid Salayevin rəhbərliyi ilə hamısı bir-birindən gözəl sənətkarlarımızdır. Qəşəng konsertimiz oldu, gözəl, yenə də fərqli repertuarlar oldu. Orada elə bir sanki ailə ansamblıydık. Oğlum Ramazan, Gülyan Ağın oğlu Uğur, Uğur da qardaşım oğlu Gülyan Ağın oğlu Uğur, qardaşım oğlu Sübhan, Ramanın dostu Ülvi, tələbələrimiz hamı oradaydı. Sonda da bütün tələbələrimiz gəldilər. Bizlə bahəm bir cəh ifalarımız, möhtəşəm bir konsert oldu. Nə gözəl. Artıq bitdi montaj işləri. Bir-iki günə YouTube səhifəsinə qoyulacaq. Qardaşınız oğlu xanəndə olur, yoxsa müşayiətdə? Yox, estradadır da, yox. İfaçıdır. Bacım oğlu skripkada, o da vardı orada, amma yox. Baxın. Ramazan estrada müğənnisi, Uğur oxudu. Uğur oxudu, bəli. Xanəndə olaraq, yoxsa estrada olaraq? Yox, estrada olaraq. Ki, təzə gələnlər hamısı estradadan gəlir. Qardaşınız oğlu? Qardaşım oğlu Sübhan Məmmədzadə, o çox dillərə dastan oldu Türkiyədə. Sərdar Ortaçın ağlaya-ağlaya onun dinlənməsi, Sazlarına, Güldüzüm o mahnı ilə populyar oldu. Nə qədər tanınmış simalar ona cavab göndərirsə, onun haqqında rəy söylədilər. Yəni, uşaq həm Türkiyədə, həm burada artıq təhsil alır, oxuyur, davam eləyir. Və bacım oğlu skripka ansamblının tərkibində idi, o da gözəl solosu ilə. Bütün ailə yığışmışdınız bir səhnə. Ramanın dostu, Ülvini də dəvət elədik. Gülyananın duetləri oldu Ramanla, maraqlıydı. Və indi Rasimlə bir proqramımız var. Keçən ildən artıq tərtib eləmişik. Ki, biz özümüzə aid olsun konsert. Müəllim və tələbələr. O da qəşəng. Gözəl bir. Siz necədir? Çox, siz indi düz deyib, hamının ustadı, hamı üçün əzizdir. Məsələ burasında da mən keçən verilişdə sizlə danışdıq, xatırlısınız. Dedim ki, bilirsiniz, məhsuldar ustad, məhsuldar müəllim və tələbəsinə dəyər verib dəstək olan müəllim başqa şeydir. Sözdə hamı deyə bilər. Amma faktiki əməldə bunu artıq xalqın nümayəndələri də görür ki, bugünkü gündə Gülyaz xanım nə burada dəstəkdir bütün tələbələrinə. Çox sağ olun. Bu aksiomadır, bunu danan adam heç vaxt çörək tapa bilməz. Bunu mən həmişə demişəm, indi də deyirəm. Bir də görürsünüz ki, tədbir olur, hansısa bir nəsə kiçik bir nailiyyətim olur. Götürürəm, zəng edirəm, düzdür, 10 dəfə zəng edirəm ki, o sözü deyim, başı qarşılığı olur. Götürən kimi deyirəm ki, mama çox sağ ol. Deyir, niyə ayaq oldu, neynəmişəm ki? Deyirəm, bir nə mən falan yerə getdim, orada misal sonra falan şey qazandım, falan uğur qazandım, hətta 5 manat, 10 manat pul qazandım. Hamısı sənin sayəndədir. Yəni, mən onu heç də unutmuram. O sənin şansındır, o sənin Allah şahiddir ona. Qoçaqlığındır, istedadındır. Onun mənə demə, deyir, yox deyəcəm həmişə. Çox diqqətçilidir. Məhsuldarlığa da qalanda görün nə qədər özündən deyən tələbələri var bugünkü gündə. Burada oxumamışıq, bir-birimizi tərifləyək. Yəni, olan deyirəm ki, çox özləri çalışqandılar. O da düzdür, bəli, müəllimdən rəli gəlir. Çünki müəllim çalışqan olanda tələbələr də çalışqan olur. Müəllimdən götürürlər. Düz deyirsən, denən, yaxşı eləyirsən. İmkan verin, tərifləsinlər də. Yox, Allahdan gizlin deyil, bəndədən niyə gizlin olsun da təbii. Xalqımız bunu görür. Yəni, siz desəz, elə, ümumiyyətlə, mən onlara pozitiv olmaq öyrədirəm. Mən onlara həmişə deyirəm, nikbin belə hisslərlə yanaşın insanlara, belə qəmgin olmayın. Bir sözdə tələbələrlə konserti, yəni ona görə mən irəli İnşallah 2026-da planlayırsınız. Düşünmüşük, bəli, gözəl bir ideya. Harda, hansı sarayda, harda musiqi bilmirik, görək. Hələ bilmirik. Meydanında. Maraqlı olar məncə, İnşallah xeyirli, uğurlu olsun. Amma Gülyanaqla da İdrəliyev sarayında arzumuzdur. 26 üçün, yoxsa arzu olaraq ümumiyyə arzudur? Onu zaman deyə bilmirəm hələ. Görün. İnşallah arzunuz için olsun. Reallaşsın. Teşekkür edirəm gəldiyinizə görə. Çox sağ olun. Həm xoş söhbətiniz, həm gözəl ifalarınız. Təbii ki, ifa ilə sağollaşacaq, canlı bir ifa. Sonra da reklamdan sonra da Rasim Səfərin Dənizdə Qağay mahnısını səsləndirəcəm verilişimizdə. Teşekkür edirəm bir daha Gülyaz xanım. Çox sağ olun gəldiyinizə görə. Çox sağ olun. Canlı neçə dəqiqəmiz var? Bir 10 dəqiqə 8-10 dəqiqə sizə bir vaxt saxlayırıq oradan. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Dəyərli dinləyicilərimiz, qonağımız Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, Rasim Səfər, Udda İdris Hüseynov, müşayiətdə isə Azər Qurbanov idi. Canlı bir musiqi səsləndirəcəklər sizin üçün. Sonda isə deyirəm ki, dəyərli sürücülərimiz, taksi sertifikatınız və sürücülük vəsiqənizdən başqa heç nəyiniz yoxdursa,
maraqlıdırsa, bilin ki Marshall Park var orada ki, son model BYD avtomobilləri ilə gedib rahatlıqla çalışa bilərsiniz. 055 444 41 61 Marshall Parkın əlaqə nömrəsidir. Qonaqlarımız sizə canlı bir musiqi səsləndirəcək. Mən isə sizinlə sağollaşıram. Özünüzdən müğayət olun. Bu qarlı, çovğunlu havada isti-isti çayınızı içib rahat-rahat evlərinizdə əyləşin, bir canlı musiqi gəlsin sizin üçün. Buyurun. Başla görüm nə başlayırsan. Bilmem beni ne işin atmış unutmuş ehdi peymanına kurban olduğum, yoksa özgesine üzünü tutmuş, kaşkın edasına kurban olduğum, ey, yoksa özgesine üzünü tutmuş, kaşkın edasına kurban olduğum. Küsmüştür sen. Mən dilbəri sordum gəlib gedəndən. Dedilər barışmaz, küsmüştür sen. Mən iltifat ettim, o qaçdı məndən. Qaçqın ədasına qurban oldum. Mən iltifat ettim, o qaçdı məndən. Qaçqın ədasına qurban oldum. O benim sevgilim, o benim sonam. Onsuz gözüm gülmez, açılmaz ayıram, açılmaz ayıram. O mənim sevgilim, o mənim sonam. Açılmaz onsuz, gülmez aynam, gülmez aynam. Bilmem harda kaldı o nazlı durnam, kaşkın edasına kurban oldum. Bilmem harda kaldı o nazlı durnam. O hoş sedasına kurban oldum, kurban oldum. Naz edir bülbülə gül, bir belə mənası nədir? Naz edir bülbülə gül, bir belə mənası nədir? Bülbülün bəs gülü sevməkdən təmənnası nədir? Aşık hər cövrə dözər, bəlkə də bir hikməti var. Bu işin
Əsl məmması nədir? Öldürür, həm də dirildir məni öz cananım. Keçmişin indi mənə möcüzü isası nədir? Dünyanı tutur, kimsə bilmir hələ qəlbindəki sevdası nədir? Mən olan yerdə mənim tək ola bilməz Məcnun. Onun sevdayı Leylası nədir? Sən də vahid yar, sən də vahid vətənin güllərin aşıqısan. Sen ki varsan, siz ki varsınız, biz ki varıq. Çəmənin bülbülü şeydası nədir? Yar ayəman, yar ay canım ey. Hər ikimiz bilə-bilə nədən belə qalxdın seylə, göz yaşımız dönüb seylə. İndi günah nə səndədir, nə məndə. Hər ikimiz bilə-bilə nədən belə qalxdın seylə, Göz yaşımız dönüb seylə. indi günah